Mətbəxdə şov. Nyam, nyam. Salam, her vaxtınız dadlı ve lezzetli olsun. Əziz nənələr, babalar, analar, atalar, şirin şeker balalar. Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə evliliyimizin 2 illiyini hazırladığım çox asan və dadı mükəmməl olan qozlu tort reseptini paylaşacağam. Videoda da göründüyü kimi yanında olan ürək formasında olan salatı isə növbəti paylaşımda sizinlə bölüşəcəyəm. İndi isə gəlin tortun hazırlaması qaydasına keçək. Bizə lazımdır 4 ədəd yumurta, üzərinə 1 stəkan şəkər tozu, 1 çimdik duz, yarım paket vanil əlavə edirik, bir hissəsini isə krem üçün saxlayırıq. İndi isə bunları mikserlə qarışdırırıq və bunların hamısını ev temperaturunda olmalıdır. $50 qram çörək yağını əridib çox isti olmadan əlavə edirik. 200 qram qoz ləpəsi də əlavə edib mikserlə qarışdırıram. Stəkan yarım unu hissə əlavə edirəm və 1 paket qabartma tozunu da əlavə edib xəmiri qarışdırıram. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirirəm. Krem üçün də 200 qram çörək yağının üzərinə 1 banka qatılaşdırılmış süd, qalan vanili də əlavə edirəm, mikserlə qarışdırıram. Və soyduqdan sonra isə 2 hissəyə böldüm və içi isə belə qoz ləpəsinə görə isə belə tünd olur. Gilas mürəbbəsinin üzərinə su əlavə edib piroqumuzun üzərinə səpirəm və bundan sonra isə üzərinə kremimizi əlavə edirəm. Mütləq hazırlayın, çox gözəldir, dadı da çox mükəmməldir, hamı bəyənəcək. Siz təsəvvür edin ki, biz bir günə 2 nəfər bir günə bu tortu qutardıq. Üzərini isə belə bəzədim, bu isə mənim seçimim idi. Siz də bişirin, hazırlayın, nuş olsun, kanalıma abunə olmağı, like edib dəstək olmağı unutmayın.